Suraxanı rayonu Mürsəl Kazımlı küçəsində aparılan tikinti işləri diqqəti çəkib. Bir xəbər media xalq onlayn esnadən xəbər verir ki, sözgedən ərazidə geniş miqyaslı tikinti işlərinə başlanılıb və qazıntı aparılır. Lakin ərazidə nəyin inşa olunduğu, qazıntının hansı məqsəd daşıdığı və layihənin kimə məxsus olması barədə heç bir məlumat lövhəsi yerləşdirilməyib. Bu isə tikintinin qanuniliyinə ciddi sual da yaradır. Maraqlıdır, görəsən Fövqəladə Hallar Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyəti həmin ərazidə aparılan tikinti işlərinə rəsmi icazə veribmi? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında isə Mürsəl Kazımlı küçəsində aparılacaq tikinti işləri ilə bağlı heç bir qeyd yoxdur. Qeyd edək ki, son dövrlər paytaxtın müxtəlif ərazilərində qanunsuz tikintilərlə bağlı narazılıqlar artmaqdadır. Buna baxmayaraq, bəzi hallarda aidiyyatı qurumların məsələyə operativ münasibət bildirməməsi ictimai narahatlığı daha da gücləndirir. Səsləndirilən iddialarla bağlı bütün aidiyyatı qurumların mövqeyini işıqlandırmağa hazırıq.